Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizə zərfin davamı olaraq sonuncu məna növü olan səbəb və məqsəd zərflərini izah edirəm. Səbəb və məqsəd zərfləri Alman dilində Adverben des Grundes und Ziels, o da kausal adverben adlanır. Səbəb və məqsəd zərfləri warum, niyə, nə üçün, wieso, necə yəni, weshalb, nəyə görə suallarına cavab verir. Aşağıda verilmiş sözlər səbəb və məqsəd zərflərinə aid olan nümunələrdir. Also beləliklə, o zaman, daher bu səbəbdən, ona görə. Dennoch buna baxmayaraq, ehrenhalber şərəfinə. So beləliklə, somit beləcə, trotzdem buna baxmayaraq, deshalb ona görə. Demnach nəticə etibarilə, deswegen buna görə, folglich nəticədə, nämlich yəni, sonst yoxsa əks halda. Gəlin cümlələr içərisinə baxaq. Mən xəstəyəm, ona görə evdə qalıram. Yəni evdə qalmağımın səbəbini göstərirəm ki, xəstəyəm. Ich bin krank, deshalb bleibe ich zu Hause. O çox yedi, nəticədə özünü pis hiss edir. Deməli, hərəkətin səbəbini göstərir ki, o çox yediyi üçün nədir? Özünü pis hiss edir. Yəni, nəticə olaraq pis hiss edir. Hat zu viel gegessen, folglich fühlt sich schlecht. Nəticədə folglich səbəb və məqsəd zərfinə aiddir. Yağış yağır, beləliklə evdə qalırıq. Es regnet, also bleiben wir zu Hause. Also beləliklə səbəb və məqsəd zərfinə aiddir. Yəni, yağış yağdığına görə biz evdə qalırıq. Mədəm ağrıyır, ona görə erkən yatıram. Deməli, erkən yatmağımın səbəbi mədəmin ağrımasıdır. Ich habe Magenschmerzen, daher gehe ich früh ins Bett. Ona görə daher. Alman dilində zərflərin cümlədə ardıcıllığını bu şəkildə yadda saxlaya bilərsiniz. Tekamolo. Tekamolo. Yəni T temporal, K kausal, Mo modal, Lo lokal. Nə deməkdir bu? Yəni əgər cümlədə 4 məna növü olaraq bu zərflər istifadə olunarsa, ardıcıllığı birinci zaman zərfi, ikinci səbəb zərfi, üçüncü tərz hərəkət zərfi, dördüncü isə yer zərfi gəlməlidir. Gəl nümunəyə baxaq. Dünən yağışa görə evdə tez yemək yedim. Ich habe gestern wegen des Regens schnell zu Hause gegessen. Dünən zaman zərfidir, birinci yerdə gəldi. Gestern. Wegen des Regens yağışa görə səbəbini göstərir. Schnell tərz hərəkət zərfinə aiddir. Zu Hause evdə yer zərfinə aiddir. Deməli, tekamolo zaman zərfi, səbəb zərfi, tərz hərəkət zərfi və yer zərfi. Əslində burada wegen des Regens gördüyünüz kimi zərfin özü işləməyib. Sadəcə olaraq biz səbəb göstəririk. Ona görə də ardıcıllıq mütləq şəkildə belə olmalıdır. Zaman zərfi, səbəb zərfi, tərz hərəkət zərfi və yer zərfi. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.